Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi salamlayıram. Rəqəmsal Dialoq verilişini eşidirsiniz Asan Radionun efirindən. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Rəqəmsal Dialoq verilişi. Bizi izləmə imkanınız da var. Asan Radio və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 02 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün verilişimizin qonaqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən olacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva və baş məsləhətçi Bəhruz Ağalarıvdır. Salamlayıram, hər ikinizi xoş gəlmisiniz. Salam, xoş gördük. Biz WTDC 25 rəqəmsal inkişafın qlobal prioritetləri və Azərbaycanın bu prosesdə rolu barədə danışacağıq. Əvvəlcə gəlin konfransın Bakıda keçirilməsinədək olan dövrləri nəzərə salaq. Məkan olaraq niyə məhz Azərbaycan seçildi? Keçirilən konfransa yəqin diqqət çəkəcəksiniz. Bildiyimiz kimi seçim zamanı heç bir ölkə Azərbaycanın əleyhinə səs verməyib və bu yüksək etimadı şərtləndirən amillər nədir? Buyurun. Təşəkkür edirik sualınız üçün Alidə xanım. İlk növbədə dinləyicilərimizi salamlayırıq. Belə düzgün vurguladınız. Seçim zamanı, seçkilər zamanı Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan dövlətlərdən 130 ölkə bizim lehimizə səs vermişdi. Əleyhimizə səs verən dövlət olmamışdı və 3 ölkə bir tərəf qalmışdı. Və təbii ki, bu bizə göstərilən yüksək etimadı nəticəsidir. Ölkəmizin rəqəmsal mühitdə etibarlı tərəfdaş kimi mövqeyi bilirsiniz ki, il-ildən güclənir və eyni zamanda beynəlxalq telekommunikasiya təşkilatlarında fəal mövqeyə tutmağımız, beynəlxalq telekommunikasiya ittifaqı çərçivəsində müxtəlif komissiya və strukturlarda təmsil olunmağımız bu fəallığın nəticəsidir ki, WTDC kimi qlobal əhəmiyyətli bir tədbir, məhz bu konferans bu il başda keçirilmişdir. Xüsusilə vurğulayım ki, bu tədbir 4 ildən bir keçirilir və Beynəlxalq Telekommunikasiya İttifaqının ən mühüm, ən qlobal bir tədbiridir. Və təbii ki, bizim təcrübəmizdən belə irəli gəlir ki, Bakı çox böyük iri miqyaslı qlobal tədbirlərin yüksək səviyyədə təşkil olunması üçün bütün zəruri infrastruktur, təhlükəsizlik, logistika və sair imkanlara da malikdir. Bu da təbii ki, buyurun. Və təbii ki, biz həm MDB regionunda, həm belə deyim, Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda ilk dəfə idi ki, bu səviyyədə WTDC tədbirinin və Bakıda keçirilməsi təbii ki, ölkəmizin regional rəqəmsal liderlik iddiasını da gücləndirmişdir. Təşəkkür edirəm. Bəs Bakı konfransı həm rəqəmsal gələcəyin müzakirəsi üçün mühüm platforma rolunu oynadı, həm də Azərbaycanın rəqəmsal inkişafı ilə tanışlıq imkanı yaratdı. Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində də bu istiqamətlər xüsusi qeyd olundu. İstəyirəm müraciətdə əksini tapan bu məqamlara da aydınlıq gətirək. Bəli, bildiyiniz kimi ölkəmizin rəqəmsal inkişafı ölkə rəhbərliyinin birbaşa diqqətindədir və bu sahədə uzun müddətli ardıcıl dövlət siyasəti formalaşdırılmışdır. Cənab Prezident tərəfindən konferans iştirakçılarına ünvanlanan müraciətdə də vurğulandığı kimi İKT sektoru artıq Azərbaycanın qeyri-neft iqtisadiyyatının da aparıcı istiqamətlərindən birinə çevrilib və dinamik artım tempini də qoruyur. Aydındır. Tinatin xanım, növbəti sualım sizə olacaq. Bakı rəqəmsal gələcəyə dair mühüm müzakirə platforması rolunu oynadı. İştirakçı sayı, ölkələrin coğrafiyası və konferansın gündəliyi barədə istərdim ilk olaraq danışaq sizlə. Hansı mövzular diqqət mərkəzində saxlanıldı? Ümumilikdə hər 4 ildən bir keçirilən konferans zamanı İKT-nin bütün sahələrində istər kiber təhlükəsizlik, rəqəmsal inklüzivlik, innovasiya, İKT-nin tənzimlənməsi, İKT-nin bütün sahələrində dair mövzular, layihələr və proqramlar bu son 2 həftə ərzində nəzərdən keçirildi. Konferansda iştirakçılığa gəldikdə isə ümumilikdə 2500-dən çox nümayəndə qeydiyyatdan keçmişdi və nəticə etibarilə də 150-dən artıq ölkədən 2000-dən çox nümayəndə iştirakı təmin olunmuşdu. Bu da ümumiyyətlə konferansın tarixində bir rekord sayıdır. Təxminən 60-a yaxın nazir və nazir müavini səviyyəsində də konferansda iştirak təmin olunmuşdu.
Aydındır, təşəkkür edirəm. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün verilişimizin qonaqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva və baş məsləhətçi Bəhruz Ağalarovdur. Biz WTDC 25 rəqəmsal inkişafın qlobal prioritetləri və Azərbaycanın bu prosesdə rolu barədə danışırıq. İndi isə qısa fasiləyə ayrılırıq. Asan Radio 100 FM. Umid mağazalarında möhtəşəm indirim. Neod bişirmə paneli indi 129 manat deyil, 99 manat. Şivaki aspirator 97 manat deyil, cəmi 79 manat. Umid xeyli alış-verişlər. Asan Radyo'da reklam. Neotek tövsiyə edir. Elektrik naqilləri alarkən diqqətli olun. Üzərində 2,5'li yazılan naqil simi azaldılaraq 1,5'li kimi, 100 metr naqil isə 90 metr kimi satıla bilər. Saxta naqillər yanğın törədə bilər. Neotek tövsiyə etdi. Raffle Edition, Ağşəhərdə premium yaşayış kompleksi, geniş parking, ağıllı ev sistemi, fitness zalı, konsiyerj xidməti, 7/24 təhlükəsizlik, dənizə və Ağşəhər memarlığına ecazkar mənzərə, 3w.raffle.az və 050 288 4919. Efsane alışveriş deyəndə Trendyol, çox endirim deyəndə elə indi davam edən efsane günlər. Tez Trendyol'a gəl. Noyabr 20 koduna 20% endirim və 30 manat üzəri ödənişsiz kargo ilə ehtiyaclarını çox efsane fürsətlərlə qarşıla. Tələs! Qış macəralarına hazırsınızmı? Lexus sizə möhtəşəm fürsət təqdim edir. Mühərrik yağı, yağ filtri, ön şüşə təmizləyici maye, şüşə silənlər, salon hava filtri, əyləc bəndləri, əyləc diskləri, rezin ayaqaltılar, yük bölməsi örtüyü, xizək daşıyıcı, dam üçün yük qutusu və külək önləyici. Bütün bu orijinal ehtiyat hissələri və aksesuarlarında 25% endirim. Akkumulyatorlarda isə 15% endirimdən yararlanın. Sizin təhlükəsizliyiniz bizim prioritetimizdir. Kampaniya 31 dekabradək keçərlidir. Yalnız Lexus Bakı mərkəzində. Sibris yeni ilə hazırdır. Yeni il aksiyası kimi böyük bir hədiyəsi də var. 31 dekabra qədər. Dəniz kənarı evinizi 30 deyil, heç 20 də deyil, cəmi 15% ilkin ödəniş və 10 illik ipoteka ilə ala bilərsiniz. Sibrisdən daha bir eksklüziv təklif. 2 qat ədəvə. Sibrisdə mənzil alışı zamanı standart qaytarılan ədəvənin məbləği qədər kəşbək də təqdim edilir. Yeni il arzuların gerçəkləşdiyi vaxtı. Qoy ən böyük arzunuz dəniz kənarı ev sahibi olmaq elə indi həyata keçsin. Ətraflı məlumat 840 nömrəsində. Tip sahəsində çalışırsınız? Banko Bakuda sizə özəl komissiyasız kredit var. İndi tip işçiləri 50.000 manatadək nağd pul kreditini Banko Bakudan 0% komissiya ilə əldə edə bilər. Ətraflı 145. Banko Baku. Bank of Baku 18 fevral 2005 il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Markaların gücü endirimindədir. Tam Store marketlər şəbəkəsində 26 noyabr 9 dekabr tarixlərində 250 qram çempion çay 6 manat 18 qəpik, 250 qram tofi fındıqlı şokoladlı karamel 8 manat 48 qəpik, 500 qram göy çay süt çanaq pendiri 4 manat 88 qəpik olacaq. Tam Store, tam istədiyiniz market. Avantdan Şərifzadədə yeni premium layihə, müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə isə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Asan Radyo'da reklam. 050 60 06 100. 10 dekabradək Bravo'da super qiymətlər sizi gözləyir. 2 litrlik final qarğıdalı yağı 9 manat 85 qəpik. 5 kiloqramlıq tamaşa miyad basmati düyü 16 manat 95 qəpik. Keyfiyyətli məhsullar üçün Bravo. Doğru seçim. Asan Radyo və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim edir. Bir sual, bir cavab. Dost mərkəzlərində əlilliyi olan şəxslərə hansı xidmətlər göstərilir?
Dost mərkəzlərində əlilliyi olan şəxslərin sosial müdafiəsi, pensiya, sosial müavinət, təqaüdlərin təyin edilməsi, onların peşə reabilitasiya mərkəzlərinə yerləşdirilməsi, sosial məişət xidmətinə götürülməsi xidmətləri göstərilir. Asan Radio və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təqdim etdi. Bir sual, bir cavab. Enerji məsələlərini Tənzimləmə Agentliyi təqdim edir. Asan Radioda bir sual, bir cavab. İstilik təchizatı hansı hallarda dayandırılır? İstilik enerjisinin paylayıcısı tərəfindən istilik təchizatı qeyd edəcəyimiz hallarda dayandırılır. İstehlakçının yazılı müraciəti istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə olduqda, istehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən, göndərildikdən sonra istehlakçı tərəfindən 30 gün müddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə, istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda, təmir, profilaktika və qəza bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda, kəmərlərdə sızmanın qarşısı alındıqda və məhkəmənin qərarı ilə. Enerji məsələlərini Tənzimləmə Agentliyinin təqdimatında bir sual, bir cavabı dinlədiniz. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün verilişimizin qonaqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva və baş məsləhətçi Bəhruz Ağalarovdur. Biz WTDC 25 rəqəmsal inkişafın qlobal prioritetləri və Azərbaycanın bu prosesdə rolu barədə danışırıq. Qeyd edeyim ki, veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Asan Radionun birgə layihəsidir. Bizi izləmək imkanınız da var Nazirliyin və radionun Facebook səhifəsindən. Daha sonra suallarınızı şərh bölümünə yaza bilərsiniz. 070 65 56 100 WhatsApp nömrəmizə və 02 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Ümumdünya Telekommunikasiyanın İnkişafı konfransına ev sahibliyi etmək Azərbaycanın qlobal rəqəmsal məkanda rolunu necə dəyişəcək? Bəhruz bəy, tədbir ölkəmiz üçün hansı yeni imkanları yaradacaq? Təşəkkürlər sualınız üçün. Həmkarım Tinatin xanımla vuruladığı kimi bizdə 2000-dən çox iştirakçının qatıldığı bir tədbir idi. 4 ildən bir keçirilən mötəbər tədbirdir və təbii ki, ölkəmizin qlobal İKT siyasətinin formalaşdırmasında söz sahibi olması və bu istiqamətdə daha fəal şəkildə iştirak olunması da etibar olunmuşdur və təbii ki, bu konfrans zamanı 186 sənəd müzakirə olunmuşdur ki, bunların arasında qəbul olunmuş qətnamələr və yaxud əvvəlcədən qəbul olunmuş qətnamələrə düzəlişlər olunmuşdur və bunlarda Bakı 2025 olaraq istinad veriləcəkdir. Bu da təbii ki, bizim qlobal tərəfdaşlar şəbəkəmizin genişlənməsində və qeyd etdiyimiz bir çox ölkələrdən nazir müavin və digər rəhbər şəxslərin iştirakı da bizim birbaşa dialoq imkanı ölkənin, yəni beynəlxalq təşkilini daha da artırır platforma vasitəsilə. Aydındır. Ümumdünya Telekommunikasiyanın İnkişafı konfransı çərçivəsində Azərbaycan hansı yeni təşəbbüslərdən çıxış etdi? Bu konfransda ölkə olaraq bir çox təşəbbüslərlə çıxış etdik, lakin mən ilk olaraq birinci Bakı bəyannaməsindən başlamaq istəyirəm. Ümumiyyətlə WTDC-nin keçirildiyi ölkələrdə keçirilən şəhərin adına istinadən sənəd qəbul olunur. Bizim nümunəmizdə də bu Bakı bəyannaməsi idi. Bakı bəyannaməsinə Azərbaycanın təklifləri yer almışdı. Eləcə də ötən il ölkəmizdə keçirilən COP29 çərçivəsində qəbul edilmiş yaşıl rəqəmsal fəaliyyət üzrə Bakı bəyannaməsinə də istinadda yer alırdı. Bununla bərabərində eyni zamanda konfransa Azərbaycan Rabitə Administrasiyası adından yeni qətnamə də təqdim olunmuşdu. Eyni zamanda bundan öncə konfransda təqdim olunmuş qətnamələrə düzəlişlər, təkliflər də təqdim olunmuşdu. Bu təkliflər konfransda, plenar iclasda təsdiq olunmuşdu, onu da qeyd edim.
Bu qədər. Konfransın yekununda rəqəmsal imkanların hər kəs üçün əlçatan olması məqsədi ilə yol xəritəsi də müəyyənləşdirildi. Bəs qəbul olunan sənədlər, digər sənədlər barədə nə deyə bilərsiniz? Ümumiyyətlə hansı sahələri əhatə edir? Məsələn, bir qədər öncə qeyd etdiyim Bakı bəyannaməsi qlobal rəqəmsal inkişaf üçün bir siyasi vizyonu müəyyənləşdirirdi. Burada inklüzivlik, əlçatanlıq, yaşlı rəqəmsal fəaliyyət, rəqəmsal gələcək prioritet kimi elan olunurdu. Eyni zamanda konfrans çərçivəsində Bakı fəaliyyət planı da qəbul edildi. Bu Bakı fəaliyyət planı növbəti 4 il üçün 2006-2029-cu illər üçün konkret fəaliyyət istiqamətlərini, layihələri, regional təşəbbüslərin icra mexanizmini müəyyənləşdirir. Ümumilikdə bu sənədlər istər yeni qətnamələr, istər mövcud qətnamələr, düzəlişlər bir ölkələr üçün Beynəlxalq Telekommunikasiya İttifaqının üzv ölkələri, eləcə də sektor üzvləri üçün bir yol xəritəsi rolunu oynayır. Yəni bu ölkələr, bu sektor üzvləri o sənədlərə istinad edərək öz gələcək prioritetlərini müəyyən edəcəklər, öz gələcək inkişaflarını, sahə üzrə gələcək inkişaflarını müəyyən edib o istiqamətdə addımlar atacaq, sənədlər qəbul edəcək, layihələr həyata keçirəcək, yeni proqramlarla, təşəbbüslərlə çıxış edəcəklər. Təşəkkür edirəm Tinatin xanım. Bəhruz bəy, qəbul olunan qərarlar 2 milyarddan çox insanın həyatına təsir edəcək. Gözləntilər burada nədir? Rəqəmsal hədəflərə öz töhfəsini necə verəcək sizcə? Burada bir neçə amil var. Amillərdən biri universal bağlantıdır və konfrans zamanı qəbul olunmuş həm Bakı bəyannaməsi, həm digər qətnamələrdə də etibar olunan məlumata əsasən daha çox insan üçün əlverişli və əlçatan internet xidmətlərinin əlverişli olması, əlavə olaraq həm daha təhlükəsiz rəqəmsal mühit, yəni kiber hücumlarla qarşı dayanıqlığın artırılması və hazırda aktual olan yaşıl İKT, təbii ki, enerji effektiv şəbəkələr və iqlimə təsirinin azaldılması istiqamətində də fəaliyyətlər nəzərdə tutulmuşdur ki, bu da təbii ki 2030 rəqəmsal hədəflər, yəni universal bağlantıya, əlçatanlığa və inklüzivliyə doğru irəliləyişin sürətləndirilməsi üçün də çox vacibdir. Bir də vurğulamaq istərdik ki, konfransın miqyasını nəzərə alaraq biz burada LDC, yəni ən az inkişaf etmiş dövlətlər, dənizə çıxış olmayan dövlətlər və və kiçik ada dövlətləri üçün də nəzərdə tutulan fəaliyyət planlarında həmin konfrans zamanı qəbul olunmuş sənədlərində əks olunmuşdur. Aydın. Bəs yeni texnologiyalar həm də yeni imkanlar risk deməkdir. Bəli. Qlobal məkanda bu çağırışlara necə diqqət yetirilir? Burada bilirsiniz kiber təhlükəsizlik standartları mövcuddur ki, ölkələr arasında kiber təhlükəsizlik protokolları, kiber dayanıqlılıq və həmin məlumatın qorunması üzrə əməkdaşlığın gücləndirilməsi çox vacibdir. Biz əlavə olaraq da etik artificial intelligence, yəni etik süni intellekt yanaşmasında tətbiq olunmasını düşünürük ki, bu süni intellektin təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqi üçün qlobal qaydalar hazırlanır və qlobal məkanda da bu kimi çağırışlara da diqqət yetirilməsi nəzərdə tutulur. Bəs konfrans çərçivəsində qlobal gənclər samiti barədə nə deyə bilərsiniz? Həmin samit keçirildi. Gənclər hansı mesajları səsləndirdilər, ünvanladılar? Ümumi olaraq gənclər, xüsusilə xanımlar, qızlar, yəni ucqar icmaların və belə deyim, az təminatlı gənclərin rəqəmsal inkişafdan kənarda qalmaması üçün belə bir çağırış olmuşdur. Təhsildə texnologiyanın çıxışının artırılması, genişləndirilməsi kimi çağırış əksini tapmışdır. Əlavə olaraq dediyimiz kimi təhlükəsiz və secure rəqəmsal mühit, burada kiber təhlükəsizlik, uşaqların onlayn mühitdə qorunması və onlayn zorakılığa qarşı mexanizmlərin gücləndirilməsi də tələb olunmuşdur. Təbii ki, buralarda innovasiya və startaplara dəstək, yəni gənclərin innovativ ideyalarının qlobal səviyyədə dəstəklənməsi, bunun maliyyə və mentorluq imkanlarının artırılması da istənilmişdir, yəni gənclər tərəfindən səsləndirilmişdir. Və ümumilikdə gənclərimizin həmin o qərar vermədə iştirakı, yəni Beynəlxalq Telekommunikasiya İttifaqı səviyyəsində və milli rəqəmsal siyasətlərdə daha çox təmsilçilik və əsas səs hüququ da gənclər tərəfindən belə deyim, nümayiş olunmuşdur. Aydındır. Son olaraq Bəhruz bəy, sizə sonuncu sualım da Azərbaycanın rəqəmsal hökumət təşəbbüslərimiz hər zaman yüksək qiymətləndirilib. Bakıda qurumun regional akselerasiya mərkəzinin açılmasını bu strateji tərəfdaşlığın nümunəsi kimi qiymətləndirmək olarmı? Bəli, əlbəttə
vurguladığınız kimi tədbir çərçivəsində noyabr ayının 21-i Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının regional akselerasiya mərkəzi artıq açılmışdır, fəaliyyətə başlamışdır. Bu bizim regionda və ümumi MDB regionunda ilk BTL əməkdaşlıq çərçivəsində açılan mərkəzdir və regional statusunda onun daşıması bu o deməkdir ki, regional layihədə, regional müstəvidə fəaliyyət göstərə bilən bir mərkəz olacaqdır. Mərkəzdə müxtəlif startaplar, hakatonlar və sair layihələrin həyata keçirilməsi, təlimlərin təşkil olunması nəzərdə tutulur. Burada Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertlərinin cəlb olunması, müxtəlif beynəlxalq ekspertlərin cəlb olunması, yerli və regional startaplarla əməkdaşlıqların həyata keçirilməsi kimi nəzərdə tutulur. Və təbii ki, bu bir daha bizim regional müstəvidə bu sahədə olan həm ölkəmizin mövqeyi, həm də ölkədə həyata keçirilən ardıcıl islahatların nəticəsi kimi bunu qiymətləndirmək olar. Aydın, təşəkkür edirəm Bəhruz bəy. Tinatin xanım, növbəti sualım sizə olacaq və sonuncu sualım. Konfransdan sonra Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlığı hansı məcrada davam eləyəcək? Yəni yeni prioritet istiqamətlər hansılardır? WTDC-dən sonra Beynəlxalq Telekommunikasiya İttifaqının fəal tərəfdaşı kimi ölkəmiz düşünürəm ki, təşkilat ilə əməkdaşlığı daha da dərinləşəcək. Eyni zamanda regional və qlobal layihələr səviyyəsində əməkdaşlığımız daha da genişlənəcək. Eyni zamanda həmkarım qeyd etdiyi kimi ölkəmizdə Beynəlregional Akselerasiya Mərkəzi fəaliyyətə başladı. Bu fəaliyyət çərçivəsində startaplara dəstək, innovasiya proqramları, təlimlər, tədqiqat layihələri həyata keçiriləcək. Bu istiqamətdə əməkdaşlığımız daha da genişləndiriləcək. Eyni zamanda Azərbaycanın BT ilə institusional əməkdaşlığının əsas dayaq nöqtəsi kimi bu mərkəzdən nəinki ölkəmiz, həmçinin regional, eyni zamanda regional və beynəlxalq müstəvidə innovativ yönümlü layihələr ortaya çıxarılacaq, ərsəyə gətiriləcəkdir. Aydındır, təşəkkür edirəm. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb gəldiniz. Siz sağ olun, təşəkkür edirik. Sağ olun. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Verilişimizin qonaqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva və baş məsləhətçi Bəhruz Ağalarova idi. Biz WTDC 25 rəqəmsal inkişafın qlobal prioritetləri və Azərbaycanın bu prosesdə rolu barədə danışdıq. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftədə eyni saatda eyni ünvanda eşitdirmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.